Herkese salam, mən Fərid. Bugün yeni videoda qarşınızdayım uşaqlar. Bugünkü videomuz fərqli konseptdir. Bugünkü videomuzda yapay zəka ilə oluşturan videolar necə olur və daha videoları necə asan düzəltmək olar. Sıfırdan hər şeyi başa salacağım. Görmüsünüz bəlkə YouTube'da və digər səhifələrdə qısa 1 dəqiqəli, 3 dəqiqəli videolar paylaşırlar. Onunla heç nə başa düşmək olmur. Yaxud da ki 17-20 dəqiqə arası video paylaşırlar ki, izlənmə saatı yığsınlar. Yəni onlar hamısı boş şeydir. Mən səhərdən 3-4 gündür demək olar ki, hər səhər 3-4 saat izləyirəm, amma ki təəssüf ki, yəni heç bir şey əldə edə bilmirəm. Ona görə də uşaqlar, videoyu axıra kimi izləyin ki, siz də daha dəqiq başa düşəsiniz. YouTube'un özünə görürsünüz, yapay zəka ilə video oluşturma ücretsiz yazanda belə. Yəni bir çox videolar var, amma təəssüf ki, bunlar tam aydın bir şəkildə izah eləmir. Ona görə bu videoda hamısını daha aydın izah eləyəcəm. Söhbət baxın, yəni belə videolardan gedir, belə olsun, yaxud da animasiya videoları olsun. İndi daha dəqiq sizlərə bu videolar necə düzəldilir, necə əmələ gəlir, hamısını bir-bir ətraflı başa salacağım. Axıra kimi izləyin ki, uşaqlar istənilən karakteri istənilən şəkildə düzəldə biləsiniz. İndi isə keçək izaha. Bu yapay zəka videoların əksəriyyəti 90% bir proqram var, Alwatch. Onu bilmirəm. Hə, bu avatar generator, amma bu pulludur. Mən yoxladım. Pul istədi. 99 10 euro yoxsa dollar belə bir şey istədi 3 günlüyünə. Ona görə mən bunun başını buraxdım və ChatGPT-yə girdim. ChatGPT ilə yazışdım. Görürsüz yazdım. Bu zəka yapay zəka ilə video hazırlayırsan, onu edirsən və yazdı. Bəli. Mən də dedim ki, etmək fikrim var, necə başlaya bilərəm? O da mənə video mövzusu dedi, birincisi görürsünüz. İkincisi hədəf auditoriyasını dedi. Yəni bütün uşaqlar da izlə bilsin, yoxsa bütün şəxslər onu. Sonra video real görüntülər dedi. Yəni normal bir insan görüntüsü, yoxsa animasiya kimi. Mən animasiyanı tərcih elədim. Səsi də bir də özü, yoxsa öz səsimlə. Mən də onun səsini istədim. Videonun uzunluğu isə dəqiqələr istəyir. Mən də bunların hamısını görürsünüz, yazdım, atdım. Sonra platformada 5-10 dəqiqəlik video üçün hazırlayacaq YouTube mövzusunu istəyir. Mən YouTube necə dəyişdi və biraz daha əyləncəli versiyanı YouTube insan olsaydı necə davranardı kimi bir mövzu seçdim ki, uşaqlar. Çünki yəni algoritma biraz həm fərqli, həm də ki YouTube üzərində olmayan bir şey olsun deyə seçdim. 2 konsepti seçdim, görürsünüz. O dedi ki, çox gözəl fikirdir və onun xarakterini istəyir. Yəni uşaq vaxtı olan şeylər və biraz da deyir ki, o necə biri olsun. Mən də yazdım ciddi, əzmli və zarafatçı ki, çünki hədəflərinə çata bilsin, istədiklərini eləyə bilsin. Bir də görürsünüz dostlar, burada indi hər şeyi yazdım, senarini seçir o. 5-10 dəqiqəlik ilk versiyanı göndərəcək. Mən də dedim razıyam. İlk versiya gəlsin. İlk versiyanı qoyacağım. Qalanı görüm super bir video olsa, qalanı isə ayrı bir video kimi paylaşacağım. İndi isə ilk versiyanı gözləyək. Uşaqlar, təəssüf ki, ChatGPT-nin verdiyi senari ilə video hazırlamaq olmadı. Çünki 5-10 dəqiqəlik senarini video çevirəndə aşağısı yəni ən ucuz proqramlar lazımdır. Yəni 10 dollar, 20 dollar sərf eləməliyəm. Ona görə də təəssüf ki, büdcəmin yetmədiyi üçün pulsuz şeylər araşdırdım. Burada biraz hamısını araşdırdım və Tonmini tapdım. Tonmidə görürsünüz fərqli karikaturlar var. İndi mən bunlardan birini alındırıb səsləndirmə eləyəcəm və onu sizə təqdim eləyəcəm. Gəlin, məsələn, belə bir görsəl seçəcəm. Görsəli yaxud belə bir görsəl seçəcəm. Görsələ şəklimi yerləşdirib sizə indi təqdim eləyəcəm. Şəkli yerləşdirdim. Burada görürsünüz fotoqraf şəkli var və qaleriya var. Qaleriya basdım, yerləşdirdim şəkli və alınan şəkil belə bir şey oldu. İndi isə bunu ücretsiz şəkildə belə deyim, yazılar əlavə eləyib animasiya şəklinə gətirəcəm. Gəlin onu da eləyim, indi qoyacam videoya. Burada koloru qara seçirik. Aksent isə yazı formasıdır. Ağ seçib ya qırmızı seçə bilərik.
Belə. Tekstə bir də giririk. Bir də girdik və Instagram Ferid YTT, yəni Instagram adımı yazıb takip yazmayacağım. Takip yazsam görürsünüz. Şəkil biraz yerlə sola eləyim və yazıda şey olacaq. Ona görə takip sözünü siləm. Gördüyünüz kimi Instagram Fərdi YTT yazdım. İndi isə qırağa çəkəcəm ki, mesajı select edib qırağa çəkəcəm ki, tam düzləşdirə bilim ki, tam yaxşı şəkildə olsun. Belə üst-üstə düşsün ki, video problem yaratmasın. Gördüyünüz kimi bunu da yuxarı qaldırıram ki, üst-üstə olsun ki, yazı görsəl şəklində olsun və saniyəni çoxaldıram ki, 5 saniyə, 6 saniyə arası olsun ki, qəşəng bir şey alınsın. Burada da gördünüz, sadə bir animasiya tipli bir şey yarandı və burada yükləmək üçün pul istəyir, görürsünüz 49 yoxsun, daha çox istəyir, hətta dollar istəyir. Ona görə videonu qayd edib, götürüb işlədə bilərsiniz. Beləliklə siz də görmüş oldunuz ki, dostlar, yəni adi animasyon tipli video yaratmaq üçün pulsuz elə də gözəl, effektiv olmayacaq, amma qismən yəni yararlanıb eləyə bilərsiniz. Başqa proqramlar da var. Əgər xoşunuza gəlsə, həqiqətən də animasyon tipli nəsə edib səsləndirməklə falan eləyə bilərəm. Düzdür, 1-2 günüm gedəcək, amma xoşlasaz, yəni eləyə bilərəm. Yəni görürsünüz, bu tip videolar indi eləmək olmur, yəni onların çoxsu pullandır. Yəni mən elədiyim fason bu tip sadə animasyon eləyib rahat şəkildə irəliləyə bilərsiniz. Pulsuz olsa da yəni normaldır. Yəni nəyisə montaj eləyib ələ gətirmək olar. Daha çox bu tip videolar üçün takip et, abunə ol, bildirimləri aç ki, mənim kimi video çəkən azdır. Yəni mənə dəstək olun ki, mən də daha gözəl konseptlərlə qarşınıza çıxım və nə tip videolar istəsəz yazın kommentlər bölməsində, o tip videolar da çəkə bilərəm. Çox sağ olun, bura kimi izlədinizsə təşəkkürlər. Nə video istəsəz yazın, inşallah o tip konseptlər də gələcək. Sağ olun, salamat qalın dostlar.